su çatışmazlığı, torpağın sıxılması, zərərvericilər və göbələk xəstəlikləri. Yanlış budama və iqlim dəyişiklikləri, bunlar yaşıllıq örtüklərinin məhv olmasına dair verilən həyəcan siqnalıdır. 2022-ci ildən başlayaraq istər paytaxtda, istərsə də regionlarda, ağaclarda kütləvi xəstəliklərin müşahidə olunması müxtəlif səbəblərlə əlaqələndirilir. Var xəstəliklər, infeksiyon xəstəliklər və bir də qeyri-infeksiyon xəstəliklər. Yerin dəyişir, qida maddələri çatışmır, iqlim amillərindən stresə düşür. Son illər bizim Abşeronda da, bəzi bitkilərdə, xüsusilə Eldar şamında, Avropa zeytunlarında, bax belə xəstə bitkilər müşahidə olunur. İlk olaraq yoluxmalar şam ağaclarında müşahidə olundu. Hətta onların müalicəsi üçün xaricdən mütəxəssislər də cəlb edildi. Kütləvi hal sonradan zeytun ağaclarında da müşahidə edilməyə başladı. Həmin dövrdə ümumən xəstəliyə yoluxmuş ağacların sayı 3000-dən çox olduğu aşkarlandı. Bəs xəstəliyə yoluxmuş ağaclar necə müəyyən edilir? Xəstəliyin səbəbləri də başqa-başqadır. Məsələn, Eldar şamının xəstəliklərindən, Eldar şamının əlamətlərindən danışaq. Həmi burada qabıqaltı qurtları olur, karayetlər deyilən qurtlardır. Sonra onların normal aqrotexniki qulluq göstərilməməsidir. Şəhər maşınların daha çoxalması, çox olması. Fitosanitar vəziyyəti kafi olan ağaclar küləkli hava şəraitində çox təhlükəli hesab olunur. Küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtda 34 ağac aşıb və çəkiliş apardığımız zaman bəzi məhəllələrdə də ağacların təhlükəli olduğunu görürük. Neçə dəfə demişim, yoxsa gələn yoxdur. Bu ağacdır, bu ağacdır. Bu ağacdır, quruyub yıxılır. Quruyub yıxılır, bunları kəsmək lazımdır. Ağaclara qurd basıb, onu dezinfeksiya eləmək istəyirik. Bir təhlükəsi budur. Nəzarət keçirməlidirlər, amma yəni bəzən onu müraciət edirik. Yəni də külək olanda aşa bilər, ehtimal var. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 80 minə yaxın ağac artıq inventarlaşdırılıb və məlumatları informasiya sistemində yerləşdirilir. Yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə, onlarda rəy alınması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidir və nəticələrə əsasən qanuna müvafiq tədbirlər görülür. Gülşanə Mahmudova, Novruz Kazımov, ASTV Xəbər.